baş verir? Valideyn olmaq həm də bir pedaqoq, həm də bir psixoloq, hətta lazım gəlsə bir hüquqşünas olmaq deməkdir. Amma təbii ki, hər bir valideyn də pedaqoq, psixoloq və hüquqşünas ola bilmir. Və belə olan təqdirdə təbii ki, dövlətin bütün orqanlarının ailə ilə yanaşı, eləcə də məktəb, bağça və digər hətta hüquq mühafizə orqanlarının da uşağın qayğısına qalmaq kimi bir borcu var, öhdəliyi var. Çünki az öncə səslən dedim, uşaq yalnız bizim və ya ailənin deyil, bu ümumilikdə dövlətin və cəmiyyətin övladıdır. Hər kəs uşağın mənafeyinə uyğun qərarlar, addımlar atmağa borcludur. Eyni zamanda bəzən təbii ki, belə hallara da rast gəlinir və üzr istəyirəm, bu ilə bağlı Ailə Uşaq Komitəsində, yerli icra hakimiyyətlərində və s. orqanlarda qaynar xətlər də yaranır. Hətta qeyri-hökumət təşkilatları da var ki, məhz uşaq hüquqları ilə məşğul olur ki, onların da qaynar xətləri olur müəyyən layihələr.